Bir müddət keçdi üstündən, xeylim davam elədi. 2 dənə qız var idi, elə ki, o yaxın idilər da. Onlar sağ olsunlar, xahiş elədilər müayirdən ki, yəni belə bir uşaq var da, gəl bunu çək. Yəni, apar, qoy sağalsın da, o da. Mənə gəldi, mənə çəkdi. Yəni, baxdı ki, həqiqətən də vəziyyət pis gündədir. Yəni, mən elə bir dənə evdə yaşayırdım ki, vallahi deyim, mən iti qoysam bəlkə orada yaşamazdım. Yəni, belə deyim, çöldükdə. Çünki onu mən yaratmışdım. Evi də mən pis günə qoymuşdum, evi də mən dağıtmışdım. Yəni, bir şey ki, çöktürmüşdüm da hamını, nəsil, tayf, hamısı məndən uzaq qaçırdı. Ki, adım arkamandır, çünki nəsildə elə bir şey olmur deyə. Mən idim, o görə hamı məndən uzaq qaçırdı. Yəni, sağ olsun, Mahir çəkdi, Eşbər mənim sağ olsun, mənə dəstək oldular, gətirdilər sağaltmağa. Gəldim, mən sağaldım. Çentidə mənim ev ki, mən heç kimi düşünməyən insan idim. Mən nə ana düşünürdüm, nə ata düşünürdüm, nə ev düşünürdüm. Nə iş düşünürdüm, heç nə düşünmürdüm. Mən 6 ay qutarandan sonra onda yaşım az idi, 19 ay idi, 18 idi. Mən gəldim, sentri keçdim, çıxdım ambulator görevlindən. Mən orada düşündüm ki, mən gedib işləməliyəm, anama baxmalıyam, mən evi pis günə qoymuşam da, evi düzəltməliyəm, mən falan belə. Əslində mənim bahanələrim idi, yox, mən heç nə indi işim düzəldən insan olmamışam. Gəldim də 6 ay qaldım, çıxıb düzəltməliyəm, yox. Biraz keçdi, ambulator gödəvindən mən qaçdım, getdim. 7-ci ayım idi, qaçdım, getdim ki, mən geri evi düzəldəcəm. Getdim evə, üstündən bir müddət keçdi, təzdən istifadəyə qoşuldum. Nə ev düzəldə bildim, nə nəsə yararlı bir şey oldum, heç nə, qardaşım elə. Yenə də həmən insan, yenə də başladım oğurlamağa. Onun maşını oğurlayırdım, apardım, satırdım, bunun maşını buradan oğurlayırdım, onun evinə girirdim, bunun cibinə girirdim, bunu alladırdım. Belə-belə təzdən gəldim sentrə, yenə sağ olsunlar. Sentrə gəldim, dedim ki, soda, ya, mənim şeylər başa düşdüm, amma yenə də başa düşmürdüm. Çünki mənə demək, nə deyirdilər, ya, maskalı deyirdim, hə, siz deyəndə, amma qənəzlə yanaşırdım da. Ki, bir dənə var, günümü yola verim. Amma yenə də ümid yerim buraydı da, yəni, burada nəsə bir dənə işıq elə bir ki, parıldayırdı ki, məndə, səndə nəsə anılacaqdı, elə bir ki. İstifadəyə gedirdim, qaydırdım. Amma yenə də başım burada qalırdı ki, yəni, burada nəsə var da, bu proqramda nəsə var. Olsun, mən onu tuta bilmirdim. Yəni, başım o qədər girmiş ki, narkotin içinə. Yəni, tuta bilmirdim də, burada nə var. Gəldim, yenə də keçdim, 9-cu ayım idi. Amma halbuki proqram deyib də 1 il, yəni, uzun müddət qızla münasibət qurma. Mən çıxdım, başladım ezo yaşamağa. Mənə deyirdilər, yəni, sənə pis təsir edəcək də, yəni, sən bununla oturub durma da, sənin hələ hazırlığın yoxdur, sənin elə bir təcrübən yoxdur ki, sən onun öhdəsindən gələ biləsən. Mən yenə də öz başıma qulaq asdım ki, yox, mən gələcəm.